Təzə olan həmişə yaxşı demək deyil. Yəni sınaqdan keçmiş avtomobillər daha yaxşıdır ki, sizi yarı yolda qoymaz, ehtiyat səhvləri rahat tapılar. Çin avtomobillərinin ustası ehtiyat səhv çətin tapıldığına görə və ya problemi uzun müddət araşdırdıqdan sonra tapıldığına görə yaxşı olar ki, Hyundai, Kia və ya digər markalara üstünlük verilsin. Çünki bu markalar artıq sınaqdan keçib, ustası və ehtiyat səsi boldur. Dəyərli izləyicilər, salamlayırıq hər birinizi Avtomix efirindən. Dostlar, bugün biz avtomobil alqı-satqı və barteri ilə bağlı danışacağıq ki, elə bu işi görən mübariz dostumuz buradadır. Özü də tələsir. Deyir ki, Elnur, canlı nə qədər çəkəcək? Mənim axşam bazarıdır, mən getməliyəm, avtomobil var, onu satmalıyam. Həmişə əlim yanında maşın olmur, əlim yanında veriliş də olur. Təcili baxılası, son dəqiqə. Doğrudan bu alqı-satqı işində bəzi deyilən, toxunulan nüanslar var da, axşam bazarı məsələsidir. Doğrudan da axşam satılan avtomobillərin qiyməti aşağı olur, düzdürmü? Belə deyək də, bu nədən irəli gəlir? Hamısı təcrübələrdən irəli gəlir ki, yəni sınaqdan çıxmış vəziyyətlərə uyğun ona ad qoyublar ki, axşamla, gecə ilə maşın satılır. Bəli. Gecə ilə maşın satılırdı, əlim yandıdır, təcili satışdır. Bunların hər biri zamanla yaranan proseslərdən əmələ gəlib də. Yəni ki, kiməsə pul lazımdır, gecədir, axşam vaxtı. Necə satacaq bu maşını? Mütləq şəkildədir ki, bazar qiymətindən qat-qat ucuz versin ki, sata bilsin. Bunu çevirdilər biznesə. Yaxşı ideyadır əslində. Gecə məsələn indi maşın çıxardılar satışa. Normal qiymətdə sata bilməyən adamlar gəlir ucuz qiymətə verir, orada satır. Çünki bilirsiniz ki, artıq yetəri qədər Azərbaycanda, ölkəmizdə, paytaxtımızda avtomobil var, çox sıxdır. Hətta tıxaz da yetəri qədərdir. Elan sayı da yetəri qədərdir ki, bu avtomobillərin satışına bu da mənfi təsir göstərir. Artıq siz avtomobilinizi elana qoyduqda, qoyandan elə 5 dəqiqə sonra görürsünüz ki, elan düşüb 50-ci, 60-cı səhifəyə və ora kimi heç kim gedib çıxa bilmir. Digər avtomobillər VIP və ya premium reklam vurulan avtomobillər irəlidə görsənilir və o avtomobillər daha tez satılır. Baxmayaraq ki, sizin avtomobildən baha qoyub, sizin avtomobildən komplektasiya olaraq zəifdir və ya digər zəif cəhətləri var. Amma əlimyanlı səhifələrdir, ümumiyyətcə, bu gecə satışlarıdır. Bunlar həmin avtomobillərin satılmağına bir növ köməklik göstərirlər. Amma çox təəssüflər olsun ki, belə hallardan sui-istifadə edənlər çoxdur. Necə istifadə edirlər? Əlimyanlı adı ilə avtomobildə olan problemləri demədən ucuz qiymətə qoyurlar ki, satılır. Və ya müştəriyə yalan məlumat verirlər ki, best kraskadır indi, yəni boyasızdır, heç bir detalına boya dəyməyib. Amma bu elə deyil də, yəni gedib yoxluyursan ki, yəni avtomobildən anlayışı olan kəs gedir yoxluyur, heç yoxlamadan da gözlə baxanda görünür ki, məsələn maşında filan problem var və ya boyalıdır və ya zədəlidir, udar görüb, zərbə alır və o avtomobillərin də qiyməti təbii ki, bazar dəyərindən zaten aşağıdır. Amma bunu əlimyanlı adı ilə çıxardıb bilməyən, başa çıxmayan adamlara sata bilirlər, yəni çox təəssüflər olsun. Bəzən də o qiymət istər-istəməz müştərini, belə deyək də, düşündürmədən o avtomobilə tərəf çəkir. Çünki qiymət o qədər aşağı olur ki, müştəri deyirəsi, bəlkə problemi də olsa, gör nə qədər aşağı qiymətə mən almışam, amma bəzən orada da yanıla bilir ki, elə bir problem çıxa bilir ki, heç avtomobili doğru düzgün idarə edə bilmir. Əlbəttə ki, siz məsələn gecə alqı-satqısı deyək də, görürlər ki, gecə əlimyanlı maşın satılır. Qardaş, nəysə, indi bizdə WhatsApp qrupları var, tanıyırıq da, avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər bir-birimizi tanıyırıq. Üzdən tanımasaq, telefonda adımızdan bilirik, yəni kim hardadır, məsələn, filan ərazinin alverçisi, filan ərazinin alqı-satqısı ilə məşğul olan şəxsi, hamı bir-birini tanıyır. Göndərik bu maşın nə problem var? Məsələn, biz soruşuruq özümüz oranı. Filan problemlər var. Bildi ki, bu maşının nə problemləri var? Bu maşın WhatsApp qruplarını gəzdi. Maşında olan problemə görə heç kim yaxın durmadı. Çünki bir məsələ var ki, alverçidən maşın almırlar. Məsələn, zəng edirlər ki, alverçisənsə mən səndən maşın almıram, belə şeylər olur. Və ya bazara çıxır, alverçisə yox, maşın almıram. Amma bu düzgün yanaşma deyil. Bu əvvəldən yaranan bəzi problemlərdən götürülüb ki, qaynaqlanır ki, problem. Yəni alverçi alladır, belə edir. O əvvəldə qaldı. İndi çox müasir dövrdür. Əvvəl maşın satanda səni hardan tapa bilərdi o adam? Maksimum bir dənə mobil nömrəm var. Heç WhatsApp da yox idi. Ancaq knopkalı telefon idi, düyməli telefonlar idi, sensor telefondur. İndi WhatsApp var, hamı sosial şəbəkə istifadəçisidir.
TikToku var, Instagramı var, tanışlar var. Yəni bir insan tapmaq çox əl çatandır. Əvvəl belə deyildi, amma əvvəldən belə problemin yarandığına görə alverçidə maşın yox, almayaq belə elə. Amma indi bütün alqı-satqı ilə məşğul olan şəxslər yəni heç vaxt pis maşına pul vermirlər. Düzdür, bu insan faktorudur ki, avtomobil satan şəxs aldada da bilər, aldatmaya da bilər. Bu insana xas olan bir şeydir. Amma hər kəsin öz xarakteri var. Sən avtomobili pis maşını bir dəfə satarsan, 2 dəfə satarsan, üçüncüdə yenə sata bilməzsən. Yəni sən həm ətraf dairən geniş olmayacaq. Amma mən sənə yaxşı avtomobil satsam, sən xalan oğlu istəyəcəksən maşınlarında mənə müraciət edəsən. Bəli. Xalan oğlu dostuna, o iş yoldaşına, o qohumuna belə-belə iri bir çevrə yaranır və sən artıq məsələn deyək WhatsApp statusunda bir şəkil avtomobil paylaşanda sənə 500 nəfər görə bilir. Çünki sənə etibar edirlər. Sən əgər pis maşın satmış olsan, səni blok edirlər, nömrəvi silirlər, hələ qarğış deyirlər, pis söz də deyirlər. Yəni nəyə lazımdır bu? Ona görə də alqı-satqı ilə, sırf alqı-satqı ilə məşğul olan şəxs heç vaxt istəməz ki, pis maşın satsın, müştərisini itirsin. Çünki bir müştəri bir neçə müştəri qazanmaq deməkdir. Ona görə də gərək zamanla bu fikir sıradan çıxsın ki, alverçidən maşın almazlar, belə elə. Alverçi, məsələn, biz görəndə ki, avtomobilin ciddi zərbəsi var, ciddi udarı var avtomobilin və ya motorunda, sürətlər qusunda, yəni xərc tələb edən şeylər bunlardır. İri, böyük bir xərcləri var, biz bu avtomobillərin özümüz də qaçırıq ki, qardaş, bizə lazım deyil bu qiymətə. Yəni, biz bunu alsaq belə, bunun üstünə qoyduğumuz xərci qoyandan sonra bazar dəyərinə eyni qiymət olacaq və bunun satışında xeyir olmayacaq. Xeyirdən də əlavə sən bu avtomobili düzəltdirənə qədər, nə qədər vaxtın gedəcək? Çünki zaman da çox böyük rol oynayır. Zamanda ola bilər ki, sən bir həftəyə bir maşın satarsan, ola bilər sən 4 aya bir maşın satarsan və sənin aylıq xərclərin var. Bu xərclərin qarşılanmalıdır. Ona görə də hər kəs istəyir ki, yaxşı maşın alsın və yaxşı maşın satsın ki, normal qazanc qazansın və qısa müddətdə qazansın. Burada deməli bir izləyicimiz yazır ki, bizə Equinox-la bağlı yazır ki, Equinox almaq istəyirəm. İndi ona Equinox da deyənlər var, Equinox da deyənlər var. Equinox-da. Bu avtomobilin ümumiyyətlə Kia Sportage-i dəyişmək istəyir Equinox-a. Dəyişsinmi, dəyişməsinmi? Bax, səndən fikir öyrənmək istəyir. Belə deyək də, ümumiyyətcə son günlərdə 4-5 ildə Equinox daha çox populyar olub bizim ölkəmizdə. Əvvəlki günlərdə Kia Sportage, Sorento bunu əvəzləyirdi. İndi burada sual bilirsinizdədir, elə havaya atılmış kimidir sual. Yəni biz bunun detallarını bilmirik ki, Kia Sportage benzindir, dizeldir, benzin səni hansı mühərrikdəndir, 2-dir, 2.4-dür, 2 turbodur və ya vəziyyəti nədir, komplektasiyası nədir, həmçinin Equinox-un da elə və hər birinin də illəri lazımdır müqayisə eləmək üçün. Yəni bu havaya atılmış bir sual kimi. Benzin 2 mühərrikli sadə Sportage. İli nədir? İlin də zəhmət olmasa. İli nədir? İlin də deyin zəhmət olmasa. İlin də qeyd eləsin, ona uyğun. 2008. 2008 əlbəttə dəyişsin. 2008 artıq köhnədir. Getsin 2018-19-un getsin bir dənə Equinox-un alsın. Bəli, itirməz. Daha da qiymət arasında fərq nə qədərdir ümumiyyətlə? Sportage-in bax 2 çəkəni 2008, 2 mühərrik, sadə benzin neçəyədir? Onun qiymətini deyə bilərsən? Ortalama deyə bilər 16.000. 16.000. Dəqiq deyil, yəni ki, çünki orada dediyim kimi avtomobilin vəziyyətinə görə, komplektasiyasına görə qiymətlər dəyişə bilər. 16.000 manat deyə bilər onun qiymətini. Equinox-un da ortalama qiyməti 20.000 manat civarı deyə bilər. 18-19 illər, düzdürmü? Bəli. 1.5 motordan söhbət gedir. Çünki 2 motorların gömrük xərci çox olduğuna görə avtomobillərin satış qiyməti də baha olur. Əlbəttə ki, dəyişməyə məsləhəti olar. Təbii ki, yeni avtomobil. Burada izləyicilərimiz də rahat siz də avtomobilləri bizdən soruşa bilərsiniz. Alqı-satqı işini görən şəxs burdadır. Sarıyev yazır ki, Toyota Corolla 2012 1.8 avtomat almağa dəyərmi deyə bax belə bir sual var. Toyota Corolla 2012 1.8 avtomat almağa dəyərmi? 2012-lər robotdur axı mən bilən. Onu deyirsən almağa dəyməz? Yox, almağa dəyməz söhbəti deyil. Robot korobkalarda sadəcə 50 mindən bir disk ferdo dəyişir. 1000 manat falan xərc olur. Toyota'nın istənilən modeli yaxşıdır. Almağa dəyər, əlbəttə dəyər. Amma baxır hansı qiymətdə? Siz qiyməti məsələn deyin, onun üzərinə biz danışaq. Mübariz, indi ilk avtomobil almaq istəyənlərdən bəlkə də kimsə bizi izləyir. Mən məbləğ olaraq, məsələn belə deyim də, 10.000 manata qədər əlimdə pul var. İlk avtomobilim olacaq mənim, sürəcəm onu. Mən hansı avtomobili alsam daha yaxşı olar? Nə tövsiyə edə bilərsən? Ümumiyyətcə, birinci avtomobil alan şəxslər ikinci əl avtomobil almalıdırlar. İlk olaraq onu deyək. Ondan əlavə 10.000 manata kimi yaxşı maşın tapmaq çox çətindir. Aydın məsələdir ki, siz avtomat sürətlər qutusu istəyirsiniz, avtomat korobka istəyirsiniz, mexanika daha çətin olar. Çünki yeni sürən avtomobil yeni sürücüdür.
10.000 manata kimi köhnə Toyota RAV4 10.000 manat civarında Aha. Toyota RAV4 Almağım daha çox məsləhətdir. bəli, RAV4 almaq olar, hündür avtomobildir. Çünki bəzən ilk avtomobil almaq istəyənlər sedana daha çox meyl göstərirlər. Amma ilk avtomobil sürən şəxs hündür avtomobildə daha rahat avtomobili idarə edə bilər. Çünki hər tərəfi daha aydın görə bilirsən, yuxarıdan görürsən. Aha. Amma aşağıda olanda sən indi təcrübə artdıqca sənə fərq eləmir. Nə sürsən sürə bilirsən. Ford Transitdə otursan sürərsən, Lamborghini-də otursan sürə bilərsən. Bəli. Aşağıdasan və sənin hər tərəfində boyuna uyğun aşağı, yəni görə bilmirsən artıq sən qabağa. Amma hündür avtomobildə sən avtomat qabağı görürsən, sağı görürsən, solu görürsən və avtomobilin raşotunu daha dəqiq götürə bilirsən. Məsləhət görürəm ki, məsələn 10.000-ə kimi ümumiyyətlə fikir verməsinlər ki, yəni o kriteriya söhbəti olmasın, zövq məsələsi olmasın. Çünki sırf avtomobil hansı yaxşıdırsa onu alsın. 10.000 manata kimi çünki yaxşı avtomobil tapmaq çox çətin məsələdir. Mercedes C-Şkoda ola bilər bu, Toyota RAV4 də ola bilər, Honda CR-V də ola bilər, köhnə modelləri, Nissan Sunny də ola bilər. Bax, bu avtomobillərin, bunların içindən nəyi yaxşı tapsa? Yaxşı tapsa. Yaxşı, 20.000 manata qədər pulum olsa, ilk avtomobil olaraq nəyə məsləhət görərsən? 20.000 manat civarında Hyundai və Kia avtomobillərin modellərini zövqə uyğun seçib ala bilər. Hyundai Elantra misal çəkə bilərik, Kia Ceratonu, hətta Kia Optima və Hyundai Sonata deyərəm, amma onlar biraz geniş avtomobillərdir, qabaritli avtomobillərdir. Yaxşı olar ki, Hyundai Elantra və Kia Ceratonu maraqlansınlar, alsınlar. 30.000 manatım varsa? Burada işlər qarışır. Çünki 30.000 manat civarında avtomobil almaq istəyən şəxs və bunu adamın birinci avtomobildirsə, bəli, beyin çox qarışır. 30.000 manata seçim çoxdur ona görə. Seçim çoxdur. Bəli. Əvvəl yox idi Çin avtomobilləri gəlməmişdən öncə. Bəli. Bu Çin avtomobilləri ki gəldi, seçim çoxaldı. İndi əvvəl məsələn deyək 25-27 manat civarı avtomobil əlində pul olan şəxs Kia Sportage, Kia Sorento, Hyundai Kia-da yəni əsasən bu avtomobillərə daha çox üstünlük verirlər və dayanmadan satılırdı bu avtomobillər. İndi 30.000 manat əlində pul olan adam qaçır Çanqan alır. Məsələn, funksional tərəfdən yaxşıdır. Sıfır avtomobildə yaxşıdır. Amma bu avtomobillərdə də bəzən texniki problemlər yarana bilir. Sınaqdan keçmiş deyil də, tam da o dərəcədə sınaqdan keçməyib. Məsləhət görərəm ki, ilk avtomobilcə Hyundai Kia alsın və ya Toyota alsın. Çünki birinci avtomobil olan şəxs böyük ehtimalla ki, avtomobili sürtəcək, vuracaq, ehtiyac səsi lazım olacaq və bilməyəcək nəyə nə vaxt dəyişmək lazımdır. Elektronikası nə qədər az olan avtomobil alsalar, nə qədər sadə olsa, yəni. Bəli, avtomobil nə qədər sadə olsa o qədər gözəldir. Çünki bunu təcrübə də göstərir ki, elektronika çox olduqca problem çox olur. Bəli. Və elektronikanın xərci həmişə istənilən bir şeydir, istənilən bir məhsulda. Elektronikdirsə, məsələn, 1001 xırdabata elektronik bir şey baha olur həmişə. Çünki elektronik gələn məhsula zəmanət də olmur, az olur. Sən bunu qaytarınca, eləyincə bu defekt xarab çıxa bilər də elektronikasında. Amma sadə işləyən mexanizmlərdə problem yaranmır. Ona görə də sadə mexanizmli, yəni daha az elektronikası olan avtomobilləri üstünlük versələr, daha yaxşı olar. Ümumiyyətcə, ilk avtomobili alan şəxs 20.000 manat civarından yuxarı qalxmağı məsləhət görmürəm. Çünki sən 20.000 manat civarında normal avtomobil ala bilərsən zaten. Deyək ki, çox adam istəmir köhnə avtomobil alsın. Deyək ki, məsələn, mənim 15.000, 20.000 pulum var, amma mən köhnə avtomobil istəmirəm. 2004-ün panoramasını istəmirəm, məsələn, 2008-in panoramasını istəmirəm. Bəli. Okey, 2008-in panoramasını alma, Hyundai Kia al da. Da gedib Çanqan, BYD, Citroen, Zad belə qəribə şeylər alma da. Yəni ehtiyac səsini tapa bilməzsən, ustasını tapa bilməzsən. Niyə? Bir sual, bir söz deyim. BYD-nin də Çanqanın da detallarının sayı artıb axı. Məsələn, baxırsan ki, mağazalar var ki, satırlar artıq Çin avtomobillərinin detallarını. Yox, razıyam səndən, artıb artmağına. Məsələ onun ehtiyac səsini mən onlar demirdim ehtiyacını tapmaqda. Bax, digər model Citroen Zad nəzərdə tuturdum. Ehtiyac səsini dəyişmək problem deyil. Zaten su qiymətinə də demək olar ki, onların detalları da çox ucuzdur. Düzəltmə yerinə çoxdan dəyişir. Amma siz bu avtomobili satanda yeni almısınız axı. Detal dəyişib, rəng dəyib. Bunlar ikisi də qiymət salan amildir. Ona görə köhnə avtomobil sən alanda, ikinci əl avtomobil alanda, avtomobil zaten boyalı alırsan və satanda da boyalı satırsan, onu alan da fikir vermir. Deyir, onsuz ikinci əl avtomobildə ola bilər.
Yəni az olması arzu olunandır. Amma heç olmamalı da, yəni sənin üçün lazım deyil axı. Sən çünki birinci avtomobil, sən xamlığı çıxartmalısan bunu deyək də. Hə, ona görə ikinci əl avtomobil alarkən Hyundai, Kia bilindiyi markalara ehtiyac olan modellər üstünlük vermələri tövsiyə olunur. Əla. Belə bir sual versəm sənə, indi sən avtomobilləri yaxşı bilirsən, özünə gedib yoxlayırsan, aldığın zaman gedib baxırsan avtomobillərə. İzləyicilərim üçün düzdür, indi buradan görüntü biz orada təqdim etməyə də çalışarıq. Amma getdiyimiz avtomobili, seçdiyimiz avtomobilə baxanda nələrinə diqqət eləməliyik? Əgər bir avtomobil almağa gediriksə. Avtomobil almağa gedərkən mütləq şəkildə, yəni yanınızda avtomobil mütəxəssisi olmalıdır. Yəni anlayışı olan bir şəxs aparmalısınız. Anlayışı olan bir şəxs olmalıdır. Bu alqı-satqı ilə məşğul olan şəxs ola bilər. Olmayan da şəxs ola bilər. Əsas avtomobilin anlayışı olsun. O yanımızda apardığımız adam da bəzən bizə problem yaradır da. Çünki mən belə sözləri eşidirəm ki, dostu gəlib, dostu ilə gəlib, kimlə gəlib, yaxınlaşır satan şəxsin adama ya ustaya yaxınlaşır ki, qardaş, bax mən desəm alacaq. Ya böyük ehtimal ki, bəlkə izləyicilərimizdən bir çoxunun başına gəlib. Bəlkə də başlarına gəlib heç xəbərləri yoxdur. Deyir qardaş, orada mənə 200 manat ya 300 manat pul verərsən. Bu maşını mən artıq rahat mənim sözümdən o adam alacaq da bu avtomobili. Belə məsələlər də var. Düzdür, indi dostlar var ki, möhkəm dostlar. Amma elə şeylər eşidirik ki, qardaş, valla belə deyim də, oğul atasının maşınında belə deyim, calaq vurur. Oğul anasının maşınında calaq vurur. Yəni bir adam valideyninə bunu eləyirsə, mən görmüşəm hətta dostun arasında belə söz-söhbət düşüb. Özdə uşaqlı vaxtdan dostlar, sinif yoldaşı olublar, bir yerdə oxuyublar. Yəni bir yerdə böyüyüblər, amma dostun maşınına calaq vurur. Bu dost deyil əslində, belə dırnaqarası dostlar belə götürəndə. Amma bu olur da, bu şeylər baş verir. Belə deyək ki, belə hallar rastlaşırıq. Çox olur. Biz avtomobil satan zaman da rastlaşırıq belə hallarla. Bu insan xarakteridir. Təbii ki, insanları tanımaq çətindir. Bilmirsən məsələn necə olacaq, nədir. Amma bu işi görən adamlar var da zaten. Sən avtomobil alqı-satqısı ilə məşğul olan şəxsə denən ki, özün, qardaş, gedək şirinliyim məndə. Sən mənə yaxşı maşın tap. Sən özün bu adama, yəni mən gəlim sənə deyim ki, Elnur, gəl bir dənə veriliş aparaq səndən məsələn. 10 bölümlük veriliş aparaq. Sən deyirsən ki, qardaş, mənim xeyrim nədir? Dostluq, qardaşım, mən sənə 2 bölüm aparıram, yaxşı. Bu 10 bölüm yox da. Sən də mənə 10 dənə maşın aparırsan məsələn. Bu maşını bəyəndim, mənim işim gücüm var, vaxtım. Qardaş, narahat olma. Şirinliyim məndə. Tanıdığın adam, etibar edən adam yoxdur. Avtomobildən başı çıxan adam aparırsan və sabah nəsə problem olanda sən adamın adından rahat yapışa bilirsən ki, qardaş, sən dedin axı mən aldım. Bəs mən də sənin şirininə bir də hörmət elədim belə. Yəni ona görə işini görə bilən, hər işin öz mütəxəssisi var da, işini görə bilən adamlar var da. Sən niyə dostundan gedirsən ki, ya tanışınla gedirsən ki, sən də bu belə başı belə oynatsın. Çox biraz kənara çıxdıq. Bu dediyim kimi bu xarakter məsələsidir. Bunu hər bir adam eləyir. Yəni ki, onu hər cür adam eləyə bilər də. Amma bunun işini görən peşəkarlarla getsəz uduzmazsınız. Belə deyək ki, məsələn mən özüm alqı-satqıyla məşğulam. Mənə deyirlər ki, məsələn maşın almaq istəyirik ilk avtomobil. Bəli. İlk olaraq danışırıq, məsləhətləşirik. Nə avtomobil istəsən, hansı model, dizaynı xoşuna gəlsin əsas sənin. Sonra məndən dizaynı xoşuna gəldi, mən məsləhət görmürəm və ya məsləhət görürəm. Onu məsləhətləşirik və avtomobil axtarırıq. 3 dənə, 5 dənə, 10 dənə. Telefonla danışanda bir 50% orada bilirsən avtomobildə nələr var. Yerində gedib baxanda bir 30%-ni görürsən. Ustaya aparıb altına bir baxanda bir 20% də orada netləşir. 100% olur ki, sən bu avtomobili ala bilərsən və ya yox. Və hətta biz maşını alarkən, məsələn deyək ki, müştəri üçün ona fikir veririk ki, bu avtomobili biz aldıq. Bu ömrü sürməyəcək adam. 2 ildən sonra satanda bu avtomobilin problem yaradacaq yoxsa yox? Yaratmamalıdır. Avtomobil güclü udar görmüş olmalı deyil ki, sabah həmin adam sənin əlaqəsini itirə bilər, özü satmaq istəyə bilər, artıq peşəkar olmuş ola bilər 2 il ərzində. O öz rahat sata bilsin avtomobilini. Bu avtomobildə zərbə olsa, udar olsa, o avtomobilin qiyməti o qiymət olmayacaq. Belə deyək, önəmli məsələ zərbə. Dəyib, dəyməyib məsələsidir. Çünki avtomobildə hər şey düzəlir. Motor düzəlir, sürətlər qutusu düzəlir, elektronika düzəlir. Bəs dəmirə pas düşübsə? O da düzəlir, o da həll olur, o da problem deyil. Yəni qumlama, ya nəyisə sonra... Onu müxtəlif yollarla həll eləyə bilirsən. Təzədən boyaya verirsən. O paslama davam eləmir orada. Vaxtında üstünə düşsən, paslanmadan sonra çürümə baş verir. Sən paslanmanın vaxtında üstünə düşsən, vaxtında boya ilə oranı bağlasan, restavrasiya eləsən belə deyək, o artıq problem yaratmayacaq sənə, çürümə olmayacaq. Avtomobilin əsas gövdəsində olan problemdir ki, bu gövdədə zərbə varsa, sonradan satış zamanı sizə problem yarada bilər satanda və o zərbə düzəlmir. Sən o detalı kəsib oradan çıxardıb
Bəli. Yenisini ilə əvəzləməsən, Bəli. o zərbə olmayacaq və avtomobilin də kəsildisə, svarka dəydisə, yeni bir detalla əvəzləndisə, bu da avtomobil oldu şikəst, yarımcan. Bəli. Sabah güclü bir zərbədə həmin detal qopub düşəcək. Aha. Avtomobilin gövdəsi nə nəzərdə tutulur? Deməli, çıxardırıq sıradan istisna olmaqla kapot, qapılar, bagaj. 4 qapı, bunlar detaldır. Aha. Gövdə isə yerdə qalan skeletidir. Aha. Bu gövdə udar görməli deyil. Ən əsas da qabaq hissəsi. Arxadan yüngül zərbə ola bilər. Yüngül. Aha. Öndən də ola bilər, çox cüzi amma. Mühərrikxanaya gəlib çatmasın. Bəli də, öndə olan lonjeron bakabin dediyimiz hissələr var ki, yalnız onlar zərbə almalı deyil. Amma xırda bir zədə ola bilər. Amma güclü zərbə təbii ki, avtomobilin sonradan düz yolda getməyinə mane ola bilər. Razvala gəlməz. Təkər əyri həm daim qala bilər. Gövdədə uzaqdan baxanda tuta bilirsən maşın əyridir və ya yox. Aşmış avtomobillərdir. Bu avtomobillərdə məsələn baxır indi nə vəziyyətdədir. Bəli. Onlara da fikir vermək lazımdır. Uzun sözün qısası gövdəyə fikir vermək lazımdır. İlk olaraq gövdədir. Ondan sonra xərcli motordur, mühərrikdir və sürətlər qutusudur. Çünki bunlar ikisi də xərc aparan bir şeylərdir. Günümüzdə bir çox yeni avtomobillər istehsal olunduğuna görə sürətlər qutusu bir neçə növdə olur. Sadə avtomat korobka, sürətlər qutusu bu çox problem yaratmır. Amma olanda da olur. Heç olmur deyil, olur. Beynində ola bilər problem yaradır və ya vurma olur və ya nəsə, yəni ola bilər problemlər. Burada xırdalıqlar çoxdur. Robot korobka nədir? Robot korobka diskverdo adlanan ehtiyat hissəsi var ki, 50 min 60 min kilometr gedə bilir. Ondan sonra avtomobildə titrəmə baş verə bilir. Bu sənə problem yaratmır. Amma narahatlıq yaradır. Yəni hiss edirsən ki, maşın titrəyir. Sanki mühərriyin padoşkası kimi. Bəli. Əsir. Yerindən götürəndə istirətdirir. Variator korobka var, bir pilləlidir, yəni trolleybus kimi, ancaq bir xodda gedir, belə motor səsi dəyişmir. Variator var. Bunların içində ən dözümlüsü sadə avtomat korobkadır. Amma yeni avtomobillərdə, yeni istehsal olmuş avtomobillərdə robot gəlir əsasən. Robotda dediyimiz kimi 50 mindən 60 min kilometrdən bir diskverdo dəyişir. Bəzən dizel mühərrikli avtomobillərdə daha çox olur, Honda Kia'larda. Amma deyək ki, yeni model, yeni nəsil avtomobillərdə əksəriyyəti robot gəlir. Yəni biz artıq buna deyə bilmərik ki, pisdir və yaxud da almayın. Çünki bu yenidir, 2020-dir və 2025-dir və sənin başqa seçimin yoxdursa alacaqsan məcbur. Ondan sonra gəlir elektronika. Aha. Motor və sürətlər qutusundan sonra. Bəli. Elektronikada olan problemlər zaten diaqnostika nəticəsində bilinir və ya diaqnostika etməmişdən öncə avtomobilin priboruna baxırsınız. Yəni avtomobildə olan açarı salıb zamoku açanda avtomobilin önündə işarələr gəlir ki, hansı işarə nəyin bəlirtisidir? Check engine-dir, yəni motorun injektorun işığı deyirik də buna. Artıq öyrəşmişik. Bizim yanacağa görə demək olar ki, 70% avtomobillərdə yanır, köhnə avtomobillərdə və bunu katalizatorun datçiki məhv eləyir və digər problemlər yaradır. Belə problem yaranmır. Maşın gedir. Sadəcə orada injektorun işığı yanır. Amma bu mühərrikdə problemin hansısa bir nasazlığın olmağını göstərir və ya digər problemlərdir. Akkumulyatordur, məsələn yağın işığıdır. Bunlar da çox ümumiyyətcə o priborda yanan nə varsa hamısı vacibdir. Yəni sırf sürücünün məlumat lövhəsidir də. Oradan hər şeyi baxıb aydın görə bilir. Siz bunu bilmək üçün zamoku açırsınız bir dəfə, açaraq zamoku açırsınız. Orada bütün işıqların yanmağını görməlisiniz. Bəli. Çünki bəzi lampaları içəridən söndürürlər ki, həmin lampanın işığı yanmasın. Hətta izolent çəkənlər belə var ki, yəni izolent yapışdırır injektorun işığına və ya digər işıqlara ki, bu işıq yanmasın. Təbii ki, sizin birinci avtomobilinizsə siz bunu bilməyəcəksiniz. Amma bunu da bilməyin ən rahat yolu ustaya aparırsınız, diaqnostika eləyir və diaqnostikada avtomobildə görülən və görülməyən bütün problemlər çıxır ortaya. Harasında nə iş gedib, ola bilsin ki, nəsə bir iş görülüb, amma yaddaşında qalıb beynində silinməyib. Usta baxan kimi zaten onu görür. Və ya sveçadır, babindir, bunlarda olan problemlərdir, digər elektronik problemlərdir ki, kondisioner işlənməyidir və digər problemlər ki, bunları diaqnostika sayəsində müəyyən etmək mümkündür. Amma digər məsələləri, mühərrikdir, sürətlər qutusu, bunlar mexaniki olduğuna görə bəzən diaqnostika görməyə bilir. Bunu sürüb mühərrik ustası və sürətlər qutusu ustası sürəndən sonra bunu daha aydın aşkar edə bilir. İndi bir sual da verim. Bu alqı-satqı işini görən şəxslərin əl atdığı maxinasiyalar var da. Məsələn, bir problemi gizlətmək üçün atdığı addımlar var. Birini qeyd elədin ki, orada proqramlaşdırma mı, ya ola bilər ki, orada nəsə işığı söndürürlər, müdaxilə edirlər ki, o yanmasın. Biri bu məsələ.
Onları bir-bir sadalaya bilərsən yadına düşənləri. Sadalamaq deyəndə ki, Məsələn, onları rastlaşdıqca görürük də. Məsələn, nəylə rastlaşmısan? İnjektorun işığı məsələn görmüşük. Söndürüblər onu. Onu söndürüblər və izolent vurublar. Qara izolent vurublar ki, içərdən Aha. görsənməsin. Sən də bilmirsən axı maşını almısan, xəbərin yoxdur. İnjektorun işığı yanmır, amma maşında nəsə problem olduğunu hiss edirsən. Əgər maşında hissəni sürücü kimi hiss edirsənsə, maşında nəsə bir problem var. Bu mütləq şəkildə priborda görsənir. Görsənmirsə, sən artıq diaqnostikaya müraciət edirsən. Diaqnostikada o sırası çıxır ortaya. Diaqnostik görsə ki, bunun bu işığı sönüb, bunun bu problemi var. İnjektorun işığı yanmalıdır. Sonra? Sonra əslində çox şeylər Məsələn, var. sonra indi buradan qeyd eləyək də, yəqin sən də təsdiqləyərsən, yağ yemə məsələsindən bağlı. Ya avtomobili tutaq ki, sabah satılacaqsa, bir gün əvvəldən yağı əlavə olunur üzərinə, şupu çəkib baxırlar ki, yağ azaltması yoxdur məsələn. Yox, onu zaten Ya və yaxud da mühərrikə bal qatırlar ki, müəyyən qədər səs olmasın, tüstü olmasın, bax bu amil ola bilər, düzdürmü? Bəli, belə deyim də, əgər mühərridə yağ yemə varsa, bunu birinci satan adam desə daha yaxşı olar. Çünki bu 4000, 5000 getdikdən sonra bəlli olacaq. Və yox, həmin anda gizlətmək istəyirsə, həmin anda gizlətmək istəyirsə, bunları eləyir də, düzdürmü? Elə yəni bunlar bal qatır oraya, yağın üzərinə əlavə eləyir. Ola bilər, qatqı da qata bilər, əlavə də üzərinə də. Sonra nə var məsələn? Amma nəyi demək istəyirəm, sözümü nəyə gətirirəm? Əgər yağ yemə varsa, avarot verib qaz verəndə zaten arxadan çıxan tüstünün rəngindən, iyindən tuta bilirsən motor yağ yeri yoxsa yox. Və ya mühərriyin qapağını açıb onu tuta bilirsən. Təbii ki, buna təcrübə lazımdır. Bunu ilk avtomobili alan şəxs bunu bilə bilməz. Bunu usta daha yaxşı bilər, dəqiq bilər. Amma ona bal qatılıbsa məncə o tüstüyə də təsir edir axı. Bal qatılmağı, yəni o əvvəllər daha çox eləyirdilər bunu. İndi bəlkə də rastlaşmaq. Eləmirlər, indi çox az hallarda eləyirlər. Çünki indi mən daha çox görürəm ki, məsələn, yağ yemə varsa çox adam deyir yağ yemə var və ya bəlkə indi bizim təcrübəmiz daha çoxdur deyə biz bilirik özümüz ki, yəni deyirəm ki, məsələn, kimsə ki, bu maşında yağ yemək yoxdur. Deyirəm ki, qardaş, ola bilməz. Məsələn, köhnə BMW satır, bir mühərrikdə yağ yemək yoxdur. Bəli. Bu bir halda baş verə bilər ki, mühərrik yeni yığılsın və ya daimi bir adamda olsun, düzgün qulluqlarını eləsin. BMW çox əl dəyişir, köhnə BMW-lər. Çox əl dəyişir və birinci yiyəsi artıq bilinmir kimdir bu avtomobilin ki, gedib çıxasan, sual verəsən. Biri sürür 10.000 kilometr, ondan sonra yağı dəyişir. Biri sürür 20.000 kilometr, yağı dəyişir. Biri ayılır ki, yağ yoxdur motorda. Ustaya gedəndə onda yağ. Bu yağın az ola-ola sürülməyi mühərriyin içində aşınmalara gətirib çıxarda bilir. Yəni bu vaxtında dəyişilməlidir. Yağı vaxtında dəyişmək lazımdır, dəyərli dostlar, və bilirəm Azərbaycanda yağlar çoxdur. Fikirləriniz də qarışa bilər. Baxın bizdə elə masanın üzərində görürsüz, Zik yağını sizə tövsiyə edə bilərik ki, rahat Zik yağı ilə də avtomobilinizin yağını dəyişə bilərsiniz. Avtomobilə yaxşı qulluq edin ki, o da sizi yarı yolda qoymasın və satanda da belə rahatlıqla deyə bilərsiniz ki, qardaş, mühərriki də əlavə vəziyyətdədir, sürətlər qutusu da əlavə vəziyyətdədir. Düzdürmü? Əlbəttə ki, yaxşı yağdan istifadə etmək lazımdır mütləq. Mübariz, sən avtomobil alqı-satqısı işini görürsən və avtomobillərin satışına görə daha çox tələbatlı, satışında məsələn gəlir qazana biləcəyiniz avtomobillər üzərinə soruşsam, dözümlülük ilə bağlı soruşmuram, alqı-satqı ilə bağlı soruşuram. Müştərisi olan avtomobilləri soruşacağam. Mercedes yoxsa BMW? Mercedes. Toyota yoxsa Honda? Toyota. Honda yoxsa Kia? Eyni şeydirlər. Zövqə görə dəyişir. Birini seç. Hyundai. Ford yoxsa Chevrolet? Ford. Nissan yoxsa Mitsubishi? Qiymətə görə dəyişir. Mitsubishi deyək. Changan yoxsa BYD? Changan. Lada yoxsa Daewoo? Lada. Opel yoxsa Renault? Opel. Mercedes yoxsa Hyundai? Mercedes daha çox satılır, amma dördgöz çeşkası rayonlarımıza satılır. Amma Hyundai daha çox şəhərdə tələb olunur, satılır. İndi Mercedes deyək də yaxşı. Mitsubishi yoxsa Lada? Lada daha çoxdur, daha çox satılır ucuz olduğuna görə. Toyota yoxsa Ford? Toyota. Changan yoxsa Opel? Changan. Mercedes yoxsa Lada? Hə, bunlar ikisi də çox satılandı. İkisi də çox satılandı. Yəni Çeşka 400 və ya Vaz 210607, Samara, Niva, yəni bunlar büdcəyə görə və zövqə görə dəyişir. Buna nə demək olar? Lada olsun, yaxşı Lada olsun. Toyota yoxsa Changan? Təəssüflər olsun ki, Changan. Lada yoxsa Changan? Dediyim kimi. Təəssüflər olsun Changan. Bəli. Baxın bizim də
alqı-satqı işini görən dostumuz Mübarizin seçimi belə oldu ki, Çanqan deməli daha çox satılır. Bəli, Çanqan bu gün Müştərisi daha çoxdur. Müştərisi çoxdur, bəli. Çünki qiyməti ucuz, münasib, belə deyək də, qiyməti münasib və elektronikası bol olduğuna görə, Funksiyonallıq daha çox olduğuna görə. Funksiyonallıq çoxdur, qiyməti münasibdir, yenidir. Amma gəl ki, digər markalarda ikinci əl olan avtomobillərdə zaten o qiymət ala bilir avtomobili. Ona görə Çanqan çox satılır. Demirəm yaxşıdır, yaxşı olduğuna görə, ucuz olduğuna görə çox satılır. Bəs niyə təəssüf deyirsən ki? Çünki o avtomobillərdə məsələn deyək ikinci əl avtomobil deyirik. 25 minə məsələn deyək ki, Hyundai Grandeur dizeli və Çanqan Q05. Aha, müqayisə eləsək. Yəni müqayisə olunacaq bir şey deyil. Çanqan qat-qat zəifdir Hyundai'dan. Aha. Bu bir mənalıdır. Avtomobil həvəskarları, avtomobildə anlayışı olan şəxs hər biri mənə dəstək verər bu sözümə 100%. Kommentlərdə gözləyirəm. Bəli. Və Çanqan Q05 sanki iqruşkadır. Hyundai'nin yanında. Oyuncaq. Bəli, 100% ki, bu belədir. Amma qiyməti münasibdir, hündürdür, üstünlüklərini deyirəm də, funksiyonallığı çoxdur. Bəli. Amma gəlir ki, maşın hissiyatı yoxdur. Avtomobildə qəribə problemlər yaranır. Aha. Hamısını demirəm, yəni bəzi əksəriyyətini yaranır və ehtiyat hissələri tapılmaqda bəzi ehtiyatlara çətinlik çəkirsən. Amma Hyundai Grandeur gəmi kimi rahatdır, o da sərfəlidir Hyundai Grandeurda. Dözümlüdür, ehtiyat hissəsi boldur, hələ-mənə xarab olmur. Amma Çanqan boş maşındır, necə deyim, yəni Q05 Grandeura baxanda detalları o qədər yüngüldür ki, yəni sən bu avtomobildə özü elə bir sanki mən güvəndə hiss eləmirəm də özümdə. Yəni çox elə bir kağızın içində gedirəm. Rulu iqruşka kimidir, oyuncaq kimidir. Amma alıcılığa görə Çanqan Q05 daha çox alınır. Bəli, çox satılır. Yəni xanımlar daha çox sevir bunları, Çanqanları. Qiymət olaraq bir müqayisə apara bilərsən. Çanqan Q05-in yenisi neçədir? Sıfırı məsələn. İndi alacaq. Q05. Q05-in deyə 27 min manatda belə deyə ortalama. Hyundai bəs Grandeur? Yenisi 80 min manat. Yox. Məsələn 25 minə aldığımız maşını biz Hyundai Grandeurun 25 minə hansı ilin ala bilirik? 2015, 2016. 2015. Adamla müqayisə edəndə istərsiniz 25 mini 2015-ə verməkdənsə gedib 10 il fərqi ilə gedib avtomobil alır. Yəni bunu düzgün məntiqdə, normal məntiqdə anlaya bilər ki, necə ola bilər 25 min manat 10 ilin avtomobili, amma 25 min manat 0 kilometr avtomobil. Bəli. Buradan isə fərq var da təbii ki. Yəni əgər keyfiyyəti bunun eyni olsaydı, yəni Çanqan qiyməti 25 min olmazdı, 45 min olardı. Təzə Grandeurla məsələn Q05-in qiymətləri arasında 60 min manat fərq var. Yəni 80 min manatdır, 70-80 min manat Grandeur. 28 min manat əlində olan vətəndaş soruşur ki, mən hansı avtomobil alsam daha məqsədə uyğun olar? 28 min manat civarında Çanqan və ya 28 min manat civarında digər marka model avtomobilləri. Hyundai Kia'nı məsələn misal götürə bilərik. Təzə olan həmişə yaxşı demək deyil. Yəni sınaqdan keçmiş avtomobillər daha yaxşıdır ki, sizi yarı yolda qoymaz, ehtiyat səhvləri rahat tapılar. Çünki avtomobil idarə etmək təkcə onu sürmək deyil, onun baxımlarını da düzgün eləmək lazımdır, ustasını və ehtiyat səhvəsini tapmaq lazımdır. Məsələn, yeni Çin avtomobillərinin ustası ehtiyat səhvəsi çətin tapıldığına görə və ya problemi uzun müddət araşdırdıqdan sonra tapıldığına görə yaxşı olar ki, Hyundai, Kia və ya digər markalara üstünlük verirsiniz. Çünki bu markalar artıq sınaqdan keçib, ustası və ehtiyat səsi boldur. Mübarək, çox sağ ol. Efirimizdə iştirak etdin. Bir çox suallarımıza cavab verdin. İnanıram ki, izləyicilərin də marağına səbəb olacaq. İnşallah. Xoş oldu həqiqətən. Maarifləndirə bildiksə cəmaatı, sürücüləri və ya yeni sürücülük həvəsində olmaq istəyən şəxsləri nə xoş bizə. Çox sağ ol dəvətə görə. Bütün sənə və bütün kollektivə təşəkkür edirəm ki, sağ olsun əziyyət çəkdilər. İnşallah gələn görüşlərdə görüşərik. İnşallah ki. Daha maraqlı mövzulara toxunarıq. Sağ ol. Və dəyərli izləyicilər, sona qədər izlədiyinizə görə hər birinizə təşəkkürlərimizi bildiririk. Zik yağlarının baş sponsorluğu ilə efirimiz yayımlandı və bitdi. Növbəti efirdə görüşmək ümidi ilə.